Göyçayda qəhrəman şəhid Orxan Kərimlinin xatirəsi anıldı. Bugün Göyçay rayon Şəhidlər Xiyabanında 44 günlük Vətən müharibəsinin qəhrəman şəhidi Kərimli Orxan Akifoğlunun şəhadətə ucalmasının 5-ci il dönümü münasibətilə anım mərasimi keçirilib. Mərasimdə Göyçay rayon İcra Hakimiyyətinin humanitar məsələlər üzrə müavini Zivər Zeynalova, icra aparatının nümayəndələri, hüquq mühafizə orqanlarının əməkdaşları, rayon ağsaqqalları, ictimaiyyət nümayəndələri, şəhid ailələri, idarə və müəssisə rəhbərləri, eləcə də şəhidin doğmaları iştirak ediblər. Tədbir iştirakçıları şəhidin məzarı önünə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar. Çıxışlarda qəhrəman Orxan Kərimlinin vətənə sədaqətindən, döyüş yolundan və unudulmaz igidliyindən bəhs olunaraq, onun şəhidlik zirvəsinə ucalmasının xalqımız üçün böyük qürur mənbəyi olduğu vurğulanıb. Orxan Kərimli 2001-ci il oktyabrın 6-sında Göyçay şəhərində anadan olub. O, Naxçıvan Dövlət Universitetində təhsil alırdı. Subay idi. 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi. Azərbaycan ordusunun əskəri olan Orxan Kərimli 2020-ci il sentyabrın 27-sində başlayan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən ağır döyüşlərdə böyük igidlik göstərib. O, oktyabrın 9-da Murovdağ döyüşləri zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb və doğulduğu Göyçay şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı göstərdiyi şücaətə və döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə Orxan Kərimli ölümündən sonra vətən uğrunda cəsur döyüşçü, Qubadlının azad olunmasına görə, Kəlbəcərin azad olunmasına görə medalları ilə təltif edilib. Ruhun şad olsun, igid vətən oğlu. Sənin qəhrəmanlığın xalqımızın yaddaşında əbədi yaşayacaq. Allah rəhmət eləsin. Etibar Bəşirov, Göyçay naminə.